Salam əziz beşincilər. Bugün sizə 28-ci mövzunu izah edəcəm. Mövzumuzun adı belədir: Müzəffər Ali Baş Komandan. Əslində mövzunun adı bizə çox şey deyir. Müzəffər. Müzəffər kimlərə deyirlər? Zəfər çalanlara. Müzəffər ordu, qalib ordu. Müzəffər Ali Baş Komandan, qalib komandan. Biz bugün bu dərsdə Müzəffər Ali Baş Komandandan, yəni İlham Əliyevdən danışacağıq. Və bu dərsdə Ulu Öndərin davamçısı etimadı necə doğrultdu sualına cavab axtaracağıq. Keçək dərsin izahına. Ulu Öndər Heydər Əliyevin vəfatı ölkədə böyük üzüntü yaşatsa da bir təsəlli var idi. Onun dövlətin gücləndirilməsi istiqamətində gördüyü işlər yarımçıq qalmayacaqdı. 2003-cü ildə İlham Əliyev prezident seçildi. Azərbaycan yeni minilliyə yeni liderlə daxil oldu. O, prezident seçilənə qədər dövlət işlərində artıq böyük təcrübə qazanmışdı. 2 dəfə 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, daha sonra ölkəmizin Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri olmuşdu. Hələ Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti olarkən, xarici dövlətlərin şirkətləri ilə bağlanan neft müqavilələrinə də böyük töhfələr vermişdi. İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdı. İnstitutu bitirdikdən sonra elmi-pedaqoji fəaliyyətə başlamış, aspirant müəllim olmuşdu. O, tarix elmləri üzrə fəlsəfə doktoru, peşəkar diplomat və siyasətçidir. İngilis, rus və türk dillərində sərbəst danışır. Buradan bir daha biz tarix elminin vacibliyini görə bilirik. Heydər Əliyev də tarix fakültəsini bitirmişdi. Əgər İlham Əliyev tarixi bu qədər dərindən bilməsəydi, 2-ci Qarabağ müharibəsi zamanı xarici jurnalistlərin ona ünvanlandığı sualları belə dəqiq cavablaya bilməzdi. Ona görə də tarix elmini öyrənin. Xüsusilə də öz tarixinizi bilin. Prezident İlham Əliyevin qarşısında böyük vəzifələr dururdu. Dövlətin iqtisadi və hərbi gücünü daha da artırmaq, Qarabağ problemini həll etmək. Tezliklə ölkədə böyük quruculuq işlərinə təkan verildi. Yeni yollar çəkildi. Aparılan tikinti işləri nəticəsində şəhərlər, qəsəbə və kəndlər abadlaşdırıldı. Dövlət başçısı əhalinin sosial vəziyyətini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə ölkədə hər il yeni iş yerləri açılır, əmək haqqları və təqaüdlər artırılır. Bütün bunlar əhalinin güzəranına müsbət təsir göstərir. Azərbaycan Respublikası hazırda bütün iqtisadi göstəricilər üzrə sürətlə inkişaf edən ölkələr sırasındadır. Xarici siyasətdə də Ulu Öndər Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Ölkənin beynəlxalq nüfuzu ilbəil artır. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Xarici dövlətlərlə imzalanan müqavilələr nəticəsində ölkə qaz ixracatçısına çevrilib. Avropanın bir sıra ölkələri Azərbaycanın qazının alıcısıdır. Xarici dövlətlərə, baxın burada qeyd eləmişəm, Bakı, Tbilisi, Ceyhan neft kəməri vasitəsilə neft, Bakı, Tbilisi, Ərzurum kəməri vasitəsilə isə qaz daşınır. Bu şəkildə isə Bakı, Tbilisi, Qars dəmir yolu qeyd olunub, hansı ki bu yolda yük daşımalarda önəmli yer tutur. Burada birinci şəkildə TANAP layihəsi ilə bağlı mərasim var, oradan bir şəkil var. Ümumiyyətlə TANAP layihələri nə ilə bağlıdır? Azərbaycan qazının Avropaya satılması ilə bağlı. Burada da xəritədə görürsünüz ki, Azərbaycan qazı bir sıra Avropa dövlətlərinə, o cümlədən İtaliya, Yunanistana ixrac olunur. Azərbaycan Şərq-Qərb əməkdaşlığının yaradılmasında mühüm rol oynayan dövlətdir. Çindən başlayıb ta Avropaya gedən mühüm tranzit yolların bir hissəsi bizim ölkəmizdən keçir. Yüklərin daşınmasını təmin etmək məqsədi ilə Bakı, Tbilisi, Qars dəmir yolu xətti çəkilmişdi. Bayaq xəritədə göstərdiyim. Bütün bu addımlar Azərbaycanın beynəlxalq nüfuzunu artırır, həm də iqtisadi və siyasi vəziyyətini möhkəmləndirir. Azərbaycan hazırda Qafqazın lider dövlətidir. Bunu Azərbaycan prezidenti İlham Əliyev 2024-cü ildə Şuşada keçirilən 7-ci Xarı Bülbül festivalındakı çıxışında xüsusi vurğulayıb. Cənubi Qafqaza gələn hər bir dövlət bizimlə hesablaşmalıdır. Ölkəmiz heç bir hərbi təşkilata qoşulmur.
Buna görə də Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Hətta biz bu mötəbər təşkilata müəyyən müddətdə sədrlik də etmişik. Bu da Qoşulmama Hərəkatında bir toplantıdan şəkildir. Azərbaycan Respublikasının prezidenti təhsilə, idmana, yeni nəslin sağlam yetişməsinə xüsusi diqqət ayırır. Onun göstərişi ilə gənclərin xaricdə təhsil alması üçün dövlət proqramı qəbul olunub. Ölkədə hər il yeni məktəblər inşa olunur, təhsil müəssisələri yeni avadanlıqlarla təchiz olunur. Təhsillə bağlı əlamətdar hadisələrdən biri də işğaldan azad olunmuş Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyətə başlamasıdır. Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatının da fəal üzvlərindəndir. Ölkənin bir çox yerlərində olimpiya kompleksləri tikilib istifadəyə verilmişdir. Ordu quruculuğu. Prezident seçiləndən sonra İlham Əliyev ordu quruculuğuna xüsusi diqqət ayırdı. Ordunun gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının büdcəsindən böyük vəsait ayrıldı. Azərbaycan ordusu ən müasir silahlarla silahlandırıldı. Hərbiçilərimiz xarici dövlətlərdə təhsil alır, təlimlərdə iştirak edirdilər. Bütün bunlar olduqca vacib idi, çünki atəşkəsdən sonra başlanan sülh danışıqları uzanırdı. Xatırlayaq, atəşkəs nə vaxt olmuşdu? 1-ci Qarabağ müharibəsi əhatə eləyir 1991-94-cü illəri, 94-cü ildə isə atəşkəs imzalanmışdı. Sülh danışıqlarında vasitəçi olan dövlətlər Ermənistana nəinki təzyiq göstərmir, hətta Azərbaycanı güzəştə getməyə məcbur etmək istəyirdi. Azərbaycan prezidenti isə dəfələrlə xəbərdarlıq etmişdi ki, sülh danışıqları nəticə verməsə, torpaqlarımızı hərbi yolla azad edəcəyik. Bu xəbərdarlıqdan nə vasitəçi ölkələr, nə də Ermənistan rəhbərliyi nəticə çıxarmadı. Onlar deyirdilər ki, Qarabağ məsələsinin hərbi yolla həlli mümkün deyil. Azərbaycan Respublikasının prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə bu fikirdə deyildi. Ermənistan Silahlı Qüvvələrinin ardıcıl təxribatları 2-ci Qarabağ müharibəsini zəruri etdi. Hərbi əməliyyatlar 2020-ci il sentyabrın 27-sində başlandı. Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 gün ərzində ordumuz cəbhədə düşmənə sarsıdıcı zərbələr endirdi və onu tamamilə darmadağın etdi. Vətən müharibəsində Ali Baş Komandan özünün bütün qüvvə və bacarığını düşmən üzərində qələbəyə sərf etdi. Böyük dövlətlərin təzyiqlərinə cəsarətlə sinə girən Ali Baş Komandan Vətən müharibəsini tam qələbəyədək apardı. İnformasiya və diplomatiya cəbhəsində isə o özü silaha çevrilmişdi. Düşmənlərimizə və rəqiblərimizə sözün əsl mənasında diplomatiya dərsi verdi. O demək olar ki, hər gün dünyanın ən məşhur televiziya kanallarına, aparıcı informasiya orqanlarına müsahibə verdi. Azərbaycana yönələn bütün ittihamları boşa çıxartdı. Haqlı mövqeyimizi dünyaya cəsarətlə çatdırdı. Müzəffər Ali Baş Komandan son 200 ildə süni şəkildə yaradılan Qarabağ məsələsini kökündən həll etdi. Azərbaycanın əsl gücünü, xalqın birliyini və əzəmətini bütün dünyaya göstərdi. Bununla da adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Vətən müharibəsi dövründə xalq hər gün öz Ali Baş Komandanının qələbə müjdəli çıxışını səbirsizliklə gözləyirdi. Ölkə başçısının bir çox sözləri, o cümlədən Qarabağ Azərbaycandır kəlməsi dillər əzbəri idi. Şuşa azad ediləndə isə dediyi sözlər daha təsirli idi. Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim. Vətən müharibəsindən sonra bir çox dövlətlərin, xalqların Azərbaycana qarşı münasibəti kökündən dəyişdi. Hər bir Azərbaycan vətəndaşı öz sevimli prezidenti ilə qürur duyur, fəxr edir. Eyni zamanda başqa dövlətlərin dövlət başçıları da İlham Əliyev haqqında maraqlı fikirlər səsləndirmişdi. Gəlin bu fikirlərə birlikdə baxaq. Serbiyanın prezidentinin çıxışına. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, hər birimiz üçün qaz və elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi siz Avropada çox məşhurlaşmısınız. Mən sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bilmirəm, o nə edib, amma bunun sirrini mən də bilmək istərdim.
Baxaq Macarıstanın baş nazirinin çıxışına. Dostları qazanmaq o qədər də asan deyil. Macarlar üçün bu xüsusilə çətindir. Dost qazananda sən dostunun bütün səhvlərini bağışlamalısan. Biz Macarlar da bir neçə səhv etmişik. Beləliklə, biz səhvlərimizi bağışlamağa hazır olan dostlarımızı tapmalıyıq. Həmişə mükəmməl olan dostları qazanmaq asandır. Mən son 10 ildə cənab İlham Əliyevdən o qədər şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik. O isə daha mülayim siyasi baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uyğun davranmaq olar, onu öyrənməliyəm. Cənab Prezident, ötən 10 illiyə görə biz sizə həmişəlik minnətdarıq. Heydər Əliyev irsinin daha bir davamçısı Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevadır. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Mehriban Əliyeva Heydər Əliyev fonduna da rəhbərlik edir. Bu fond ağır xəstəliklərə düçar olan Azərbaycan vətəndaşlarının ümid yerinə çevrilib. Onların xaricdə müalicəsi və sağalması üçün fond tərəfindən böyük vəsaitlər ayrılır. Mehriban Əliyeva həm də uzun müddət BMT-nin tərkibində olan UNESCO təşkilatının sülh məramlı səfiridir. Bu təşkilat mədəniyyət abidələrinin mühafizəsi və qorunmasında mühüm rol oynayır. Lakin, baxaq bura, Qarabağ müharibəsindən sonra UNESCO-nun nümayəndələri dəvətə baxmayaraq düşmən tərəfindən dağıdılmış abidələri gəlib görmək istəmədi. Buna etiraz olaraq Mehriban xanım Əliyeva sülh məramlı səfir səlahiyyətini dayandırdığını elan etdi. Burada ekranın görüntüsünü alın, bu tapşırığı özünüz işləyin, maraqlı tapşırıqdır. Məsələn, İlham Əliyev 2003-cü ildə prezident seçilmişdi. O prezident seçilənə qədər yalnız təhsil sahəsində çalışmışdı. Demək, bu səhvdir, bunu düzəltməlisiniz. Məsələn, burada vətən müharibəsi 100 gün yox, 44 gün davam eləyib. O niyə deyirdi ki, ata vəsiyyətini yerinə yetirdim? Nəyi nəzərdə tuturdu? Şuşanın azad olunmağını, torpaqlarımızın işğaldan azad olunmağını. Bunları da eləyin. Bakı, Tbilisi, Ərzurum kəməri ilə hansı sərvətimizi biz xarici ixrac edirik? Qaz. Digərlərini də tapın. Bir də burada bu tapşırığı mütləq eləməlisiniz. 2020-ci il düşür 21-ci əsr. Minillik olaraq isə 3-cü minillik. Əgər ili əsrə, minilliyə çevirə bilmirsinizsə, bununla bağlı lab dərsin qabağında 1-ci dərsdə izahatlar vermişəm. İstəyirsinizsə o videonu tapıb baxa bilərsiniz. 1995 düşür 20-ci əsrə, minillik olaraq isə 2-ci minilliyə. Sizcə, dövlətin nüfuzunun artırılmasında şəxsiyyətlər, dövlət başçıları hansı addımları atmalıdır? Bu sizin şəxsi fikrinizdir. Yazsaz rəylərə çox sevinərəm. İlham Əliyevin prezidentliyi dövrü nə ilə yadda qalır? Bu da için nə qədər danışdıq biz artıq torpaqların azad olunması ilə, iqtisadiyyatın dirçəlməsi ilə, neft, qaz layihələri ilə və s. Onun ən böyük iqtisadi layihəsi hansı idi? Yenə də deyirəm, Azərbaycan qazının Avropaya daşınması. Nə üçün ona Müzəffər Ali Başkomandan deyirlər? Qalib gəldiyi üçün, zəfər çaldığı üçün. Sizcə, Ulu Öndərin davamçısı etimadı necə doğruldu? Bu isə bugün nələr öyrəndik Ali Başkomandan haqqında. Burada yaza bilərsiniz ki, 2003-cü ildə prezident oldu. Sonra Bakı, Tbilisi, Qars dəmir yolu açılmışdı. Qoşulmama hərəkatına rəhbərlik olub onun dövründə. İnfrastruktur, layihələr genişləndirilib və s. Bunu da özünüz doldura bilərsiniz. Ümid edirəm ki, dərs sizin üçün yararlı oldu. Tapşırıq olaraq isə sizə İlham Əliyevlə bağlı YouTube-da maraqlı videolara baxmağı tapşırıram. Ümid edirəm ki, dərs sizin üçün maraqlı oldu. Əgər belədirsə, mütləq rəylərdə bildirin, təkliflərinizi də yazın ki, mən hamısını oxuyum. Gələn dərslərdə görüşərik.